Salam. Çempionlar Liqasının 4-1 final mərhələsinin cavab maçları yekunlaşdı. Bu isə o deməkdir ki, biz var arxası komandası ilə Ali Futbol YouTube kanalında bu oyunları səbirsizliklə müzakirə etmək istəyirik. Əlbəttə ki, başlamaq lazımdır Arslan maçından, amma yox. Barmaqla göstərməyirdi heç yer, düzdür? Yoxdur. Bu Arslanla bağlı işin yoxdur ki? Yox. Bir dənə orada Bağışla bizi. Müəllim. Fərman, Elvin və mən ənənəvi olaraq var arxası komandası ilə burada bu oyunları müzakirə edəcəyik və təklif edirəm ki, elə təqvim üzrə gedək və başlayaq Atletico Madrid Barcelona maçından. Hansındakı daha güclü komanda keçmədi, amma rəqibə daha yaxşı hazırlaşan bəlkə də deyək komanda növbəti mərhələdə. Barcelona doğrudan da belə deyək də Atletico baxaraq güclü idi və bir baş yox, tam iki baş və ilk hissədə belə deyək, ilk 20 dəqiqədə onu göstərdi ki, Langley, Allah canını sağ eləsin, yadından çıxdı ki, Atletico Madridə keçib. Qəşəng bir topu itirdi Yamal'ın qolu ilə. Amma Barcelona məncə Flick'in ən böyük səhvi oldu ki, bazar günü, yoxsa 6-cı gün səhv eləmirəm. Yox, 6-cı gün Espanyola qarşı bütün heyətlə oynadı. Və o heyətdə eyni heyətlə də çıxdı Atletico Madridə qarşı. Və Atletico Madridə qarşı Atletico da əlbəttə ki, istirahət eləmişdi Sevilla oyunda. Bütün ikinci heyəti ilə çıxmışdı. Tez 70-ci dəqiqə komanda yoruldu. Flickə sadəcə sual vermək lazımdır ki, bax, onsuz da cümə günü Real Girona xal itirdi. 100 var. Sən şənbə günü oynayırdın. Lap ölüsü ən pis halda sən Espanyola heç oynasaydın belə nə dəyişəcəkdi ki? Heç nə dəyişmirdi belə baxanda. 7 xal qalırdı yenə də. Düz deyə bilməzsən ki, Arsenal kimi belə ikinci heyəti var, belə uzun skamikası var və s. yəni. Hə, problem doğrudan da Barcelona məncə 2 qol vurandan sonra 3-cü qolu gətirməli idi. Ki tam rahat oynasın. Sadəcə orada Firmin Lopez idi də, səhv eləmirəmsə zədələndi və burnundan zədə aldı və zədədən sonra dərhal Lukman qolu vuraraq oyunu belə də tarazlıq hardasa gətirdi də oyuna. İkinci hissədə də qırmızı göstərdi Tülpen. İndi siz deyəcəksiniz qırmızı var idi. Mən orada qırmızı verməzdim. Özdə belə bir oyunda. Olar mənim adımdan danışmayasan, ha? Yox idi qırmızı. Yox idi. Hə, lap əla 2 nəfər. Mən orada qırmızı verməzdim. Deyir var. İndi mən bilmirəm. İndi deyəcəklər Real fansıdır ona görə. Amma yaxşı siz başlayın, davam edin. Hepsi də Atletico'da. Bir dənə sual, oradan bilci. Atletico'dan daha çox zəhlən gəlir, Barcelona'dan. Atletico'dan. Onda. Amma yəni biraz belə 55-in 45-ə Atletico. Amma əsas məqam o idi ki, qırmızıdan sonra əlbəttə ki, Atletico Madrid qapandı. Qapananda da Barcelona lazımlı hücumları yerinə eləyə bilmədi. Bir dənə belə zərbəsi oldu, çətin də belə ağır Atletico Madrid dediyim. O da ki, Araujo'nun kəlləliyi. Qalan heç nə eləmədi Barcelona. Tüpürəsən elə. Hələ doğrudan da Ferran Torres'un oyunu gedir. Superdə oynayır, qol vurdu və ikinci qolun saymalılar düzgün ofsaytdan. Götürür onu dəyişir, Lewandowski-ni salır. Lewandowski də elə bil 10 nəfər deyildi. Lewandowski girdi, qaldı 9 nəfər. Komanda yoxdur. Ferran oynayır, qoy qalsın da. Pedri bu oyun heç xoşum gəlmədi ümumiyyətcə. Pedri bu oyun necə yəni? Bu oyun zəif. Ələkbər çıxmayıb baxı verilişə. Danışa bilər. Pedri pis oynadı ha. Bu oyun bəli. Mən heç xoşuma gəlmədi Pedri. Bu oyunda xoşuma gəlmədi. gəlmədi. Almayacaq Amma Yamal möhtəşəmdir. Yamal doğrudan da möhtəşəm oyun göstərdi, nümayiş etdirdi. Amma ki, yenə də deyək də fiziki yorğunluq komanda biruzə verdi. Mən əvvəlcədən demişdim ki, Atletico Madrid keçmə şansı çoxdur, o da 2-0-a görə. Mən Barcelona'dan belə ilk 20 dəqiqədə oyun gözləmirdim. Açığı desəm. Mən də onu deyəcəkdim ki, elə fiziki hazırlığı mən bilmirdim ki, bu qədər pis vəziyyətdədir. Amma ki, bu Flick nəzərə almalıydı. İlk 20 dəqiqə sən demişkən də elə yüksək templə başladı. Dedim, bunlar əməli başladı. Nastroy başqadır bunlar da. Əməli başladı üstlərindən keçməlidirlər. İkinci hissə ümumiyyətlə mən Barcelona'nın heç belə momentini görmədim. Bir dənə qol oldu. Ancaq pozisyon hücumlar, ancaq belə nə bilim, yəni açığı daha çox gözləyirdim Barcelona'dan. Yamal möhtəşəm deyirsən, tam da möhtəşəm deməzdim. Yəni elə momentlər olurdu ki, yəni daha çox lazımdan daha artıq fintə girirdi və orada da topu itirirdi. Yəni onsuz da bilirdin ki, Atletico oyunçuları 2-3-ü birdən səni tutacaq. Məncə də 5-i. Mən neytral fanat olaraq mən Barcelona keçməsini istəyirdim. Çünki daha gözəl oyun göstərdilər, daha yaxşı komandadır mənim fikrimcə. Qırmızı ilə bağlı orada hər şey qoydum bir qırağa. Jülkin də bir mənalı şəkildə çatırdı ona. Yəni bu qırmızını uca eləyiblər, bilsən necə
kimə gəldi verməyə başlayıblar da bu qırmızını da. Yaman Hər moment- qiyməti düşüb deyəsən Deməli qırmızının. qiyməti əvvəl qırmızı olanda, yəni 2 gün danışırdıq ki, o qırmızı var yoxsa yox, o qırmızı niyə verdilər. Yəni hər momentdə son ümid folu deyil də, yəni. də. Özü Kunde yaxın idi. 2-3 metr aralığında fərq vardı. Əgər saysa ki, Sörlot qaça bilmirdi. Ay, sağ ol, Sürəti yəni. yoxdur. İlk öncə Atletico Madrid məncə Musso'ya çox sağ ol deməlidir. Çünki Musso həqiqətən oyunun əvvəlində 3 dənə möhtəşəm oyunun əvvəlində 2 dənə və o gedə-gedə bir dənə də möhtəşəm seyv elədi və Atletico-nu oyunda saxladı. Fermin sifətində. Ya o heç Yo, yəni Yəni, ayağını qoymuş. hə. Orada heç nə yox idi. Ya, heç nə yox qırmızı idi. deyir, amma orada heç nə yox idi. Kim son qırmızı deyir? Aha, Haos, qiyam var. Haos. Ona həqiqətən qiyməti düşüb qırmızının. Bir də çox sağ ol deməliyik Barselonaya və Lamine Yamala nəyə görə? Çünki mən belə başa düşdüm ki, məntiqən əgər Atletico səfərdə 2-0 udandan sonra və rəqib qırmızı vərəq alandan sonra qapandısa birinci oyunda, burada qapanaraq meydana çıxacaqdı. Lamine Yamal və onun komanda yoldaşları imkan vermədi ki, belə bir oyun getsin, bağlı oyun getsin bir tərəfli və oyunu hər iki tərəfə açdı. Bu çox möhtəşəm bir məqamdır. Sadəcə bir-iki məqamı başa düşmədim. İlk öncə səni dəstəkləmək istəyirəm. Düzdür, Lamine Yamal niyə görə 7-8 hücumçu oyunçu keçib nəsə eləməyə çalışdı bilmirəm. Çünki Fermin və Ferran Torres meydanda olanda 2-3 oyunçunun keçib ötürmə vermək məncə daha məntiqə uyğun olardı və Olmo bunu nümayiş etdirdi. Ferran Torres ötürmə verəndə ikinci qola. Digər məqam Barcelona sən sözü dəstək vermək istəyirəm Fərman. Şənbə deyirsən, bax bütün heyəti də çıxdı İspaniya oyuna. Buna baxmayaraq onlar məncə daha tez yoruldular nəinki Atletico və biz bunu oyunun sonlarında gördük. Daha doğrusu 70-ci dəqiqədən sonra, 60-cı dəqiqədən sonra. Söhbət qırmızıdan getmir ümumiyyətlə. Temp Atletico'da daha yüksəkdir nəinki Barcelona'da. Onlar öz belə deyim də staminasını lazım vaxtda saxlaya bildilər. İkinci qoldan sonra oyunu sakitləşdirmə yerinə düzdür, Flick sadəcə oyun sakitləşdirə bilmir. Onun yəni belə deyim, futbol prinsipləri buna şərait yaratmır. Və hardasa da deyə bilər ki, ona görə məsələn Carlo Ancelotti kimi məşqçinin 5 dənə çempion liqası var. Lazım məqamda oyunu tempini aşağı salmaq, lazım məqamda qaldırmaq. Atletico həmin məqamda harda ki Barcelona belə dili burada ola-ola 3-cü qol vurmağa çalışırdı, tutdu onları və əks hücumda öz qolunu vurdu. O ki qaldı qırmızı vərəqə. Gəlin sizə bir sual verim. 2 dənə oyunçu, 2 dənə belə deyək də Atletico oyunçusu gedir qapıçının üstünə. Onlardan biri Sörlotdur. Erik Garcia da gəlir arxadan Sörlotu yıxır. Bu son şans oldu, düzdürmü? 2 dənə deyil axı orada bir oyunçu. Yox, məsəl üçün də deyirəm də, yəni. 2 dənə gedirsə, baxır nə qədər aralıqda fərq var da. Bir var ki, ştrafnoyların belə deyə cərimə meydançasının biri solunda, biri sağında. Əlbəttə ki, buradan keçsə, mən səni tam razı. Amma bir də var ki, yaxın olsalar, orada Topda üzü kündə tərəfə gedir ha. Biri var ki, bu demişkən bu tərəfdən getsin. Siz top düz kündənin üstünə gəlirdi və onlar orada toqquşmağa ehtimal bu məqamda yalnız Sörlotun qapıya gedəcəyini düşünürsüz uşaqlar. Və yalnız Sörlotun təkbətəyə çıxacağını düşünürsüz və o prinsipdən baxırsınız ki, Sörlot onu yıxmasaydılar, bəlkə Kunde topu alırdı. Bəlkə alacaqdı da. Bir, orada Kunde'nin sürəti var da, sürətli hücum edirdi Kunde onun üstünə. Sörlot onu apara da bilərdi. Və orada boş qalan Alvarezə ötürmə verə bilərdi boş qapının qabağına. İndi görürsən də o gol epizodu tək Sörlot üzərindən getmir. Bəlkədən söhbət gedir də. Son ümid Son ümid folu bəlkə də. Birinci oyunda yıxmasaydılar Simeone-ı gəlib əminsən ki, gol vuracaq. O təkbətə idi. Orada heç kəs heç müzakirə də etmir. Sadəcə olaraq söhbət nədəndir? Sən deyirsən bəlkə. O ki bəlkə varsa, yəni o 100%lıq gol demək deyil də o. Hansı o epizod boş qapıdan savayı 100%lıq goldur? Yəni təkbətəyə 100%lıq gol sayılır da. Niyə sayılır? 100%lıq gol şansı gedir də adı. O son ümid folu o məqamdır ki, qaydada yazılıb, əgər sən təkbətəyə çıxan oyunçuya və yaxud da açıq gol epizodunu yarada biləcək oyunçunun qarşısını alırsansa, bu qırmızıdır. Orada Sörlot ona görə mən də hətta fikirləşdim birinci ki, Kunde gəlib onu çatıb ondan topu ala bilərdi. Əlbəttə. Amma son ümid folu deyil. Topu vurub Alvarez da verə bilərdi. Bu da gol epizodudur. Son ümid folu deyil də deməli. Sörlotun təkbətəyə çıxması daha təhlükəli olardı. Deməli, Kunde əgər topu ala bilirsə, o son ümid folu deyil. Son ümid folu ki, kimsə sənin yanında heç kəs yoxdur, sən onu yığırsan. Bax məsələn birinci oyundakı kimi. Yaxşı, belə deyək də, Clement Turpin belə başa düşürük ki, deyirsiniz ki, səhv elədi. Mənim fikrimcə. Əgər mən bir dənə şeydir, əgər o Talçok belə deyək də itələmə qırmızı verilirsə, onda birinci hissədə Olmo itələməyidir penalti. Burada itələmək deyildi, burada ayağa dəydi. Fərqi yoxdur. Orada o da o da sürətlə idi. Oyun momenti ancaq və ancaq mən oyun vaxtı fikir vermədim. Sosial şəbəkələrdə ancaq stop kadr vasitəsilə gördüm. Və yaxud da indi o yavaşladılmış o belə də kadrla.
Ki yavaş mən belə elədim ayın elivinə. Yavaş qatladım sənədir. Elivini ələ geydir. Belə. Yəni o məqamda görür. Əgər biz dinamikada baxırıqsa, Olmonun epizodu penaltidir. Dinamikada deyil. Mən orada yenə də deyirəm. Hakim isə dinamika cəhətdən başqa deyil. Hər toxunuş onda cərimə saymamalı. Qardaşım ayağa toxunuş cərimədir də. Sörlot axı simulyasiya deyirsə, yəni mən belə başa simulyasiya deyilmir. Öz keyfindən yıxılmadı. Son ümid faulu deyil. Mənim sözümün canı. Okey. Mən nəyə görə Clement Turpinlə razıyam, nə mənada? 4 saniyəyə qərar verdim. Mən isə o hakimə güvənirəm şəxsən. Söhbət mənim Real Azkeşi və Barcelona Azkeşi olmağına getmir uşaqlar. İndi fikirlərdə yazacaqsınız, amma yenə də. Mən əslində deyim, açıq deyim ki, mən Atletico istəyirdim keçsin, sözün açığı. Çünki mən final demişdim ki, Bavaria Atletico Madrid çıxacaq. Əvvəlcədən. Qısaca final haqqında, əgər Bavaria Atletico finalı olsa, orada Atletico'nun şansı var hardasa. Amma PSG qarşı yox. Nəyə görə? Çünki bu oyunda da biz gördük ki, Fermin-lə Ferran hansı ki yerlərini tez-tez dəyişirdi. Meydana gedəndə və daha düzbucaqlı hücumçular meydana çıxanda Rashford və Lewandowski, Atletico qat-qat daha rahat oldu. Çünki bilirsən ki, Lewandowski harda duracaq, Rashford harda duracaq. İndi bir sual da var ki, Atletico'nun 1-2 oyunçusu Barrios yox idi yarım müdafiədə. Məcbur Marcus Llorente o yarım müdafiədə oynadı, sağ müdafiəçi oynamadı. O nüans da var ki, Molina çıxdı onun yerinə. O tərəfi də nəzərə almaq lazımdır. Uşaqlar, siz öz fikirlərinizi bildirin Atletico Barcelona haqqında. Sizcə Barcelona comeback remontada eləməyə layiq idi və növbəti mərhələ keçməli idi yoxsa yox? Yoxsa Atletico tam haqqı ilə bu vəsiqəni qazandı. Biz isə vaxt itirmədən keçək növbəti oyuna. Növbəti oyun, həmçinin ikinci gün keçən oyun, Liverpool öz meydanında PSG-ni qəbul edirdi. Burada da rəqib komanda qonaq komanda qalib gəldi, amma burada artıq PSG növbəti mərhələyə vəsiqə qazandı. Açıq isə deyim, neytral azarkeşin baxıla biləcəyi bir iki oyun arasında Atletico Barcelona maçı daha maraqlı idi, nəinki PSG Liverpool. Burada bir nüans yaranır ki, birinci oyunda tam əksinə idi. Tam əksinə idi. Liverpool Atletico öz vaxtında qapandı. Burada məsələ o idi ki, Mamardashviliyə bir heykəl qoysunlar. Hətta ki, Safonov da pis oynadı. Yox, ona görə demirəm. Çünki Liverpool 2-0 belə də oyundan əvvəl geridə idi. Mamardashvili birinci taymda buraxsaydı qolu. Oyunun başını burax. Ucu da heç baxmadı. Bu xəcə bunları saxladı da belə deyim bir 90-cı dəqiqəcə. Liverpoolun da ki ümumilikdə oyuna baxanda yenə də Liverpool bir top aldı da. Nəyəsə çatışmırdı. 2 dənə mən şansını gördüm. Bir dənə uzaqdan Safonov çıxartdı zərbəni. Bir də ki tək belə deyək boş qapı Van Dijk vuranda Marquinhos topu çıxartdı. Orada deyirlər penal var idi bir epizodda. Mən orada sözün açığı ona görə heç penal yoxdur, o penal deyil də. 4də 1-də hansı epizod deyirsən? Orada hansı oyunçu Liverpoolu yıxdılar və penal təyin olundu. Vara baxıldıqdan sonra o penal maraqlıdır. Mən bir yadıma düşdü Pacho məsələsi. Bəli. Pacho yıxdı Makayist. Sadəcə mənim orada sual yandı. Mən əslində biraz çıxıb bilirdim ki, ləğv eləyəcəklər. Sadəcə Pacho orada nə etməli idi? Qabağında oyunçu yıxılır və orada ikili mübarizə gedir. Lap ikili də olmasa da Pacho nə etməli idi? Sual. Yerin altına girsin. Ayaqlarını qatlasın. Amma ikinci hissədə yaxşı idi Liverpool. Liverpool yaxşı idi. Məncə orada PSG məncə topu vermişdi ki, Liverpool oynaya bilsin. Lazım momentdə kontratakında Dembele'nin qolundan sonra məncə söhbət öldü də. Prosta heyfsəndiyim bir an var ki, Nuno Mendes zədələndi. Neçə müddətdir mən bilmədim. Zədə demişkən Ekitski də zədələndi. 10 aylıq və orada Axil yırtılması səhv eləmirəmsə də 10 aylıq getdi o və o çarpaz bağları yırtılmasından da daha ağır bir zədəyə bənzəyir. Mən belə oxumuşam ən azından. Fransa heç nə etmir. İt qədər hücumçusu var orada. Mərkəz hücumçusu o qədər də çox deyil. Bitirir. Sadəcə orada Bappe mərkəz hücumçusu oynayır, ona görə problem yoxdur. Tek də hələ şeydə 9 nömrədə öldü, Taksibədə 9 nömrə. Atletico Barcelona haqqında biz demişdik ki, komandalar fərqli bir tempdə, fərqli bir belə deyim, yorğunluq səviyyəsində bu oyuna yaxınlaşırdı. Burada da elə bir məqam vardı. Bunu qeyd etməliyik. Liverpool oynayırdı həftə sonu Fulhamla və vacib bir oyunu. Fransa liqası isə PSG-yə şərait yaradır ki, kef eləyin. Get kef elə. Hə, heç Lansdan da heç soruşmadılar. Bas var burada. Lansı prosa offside-a saldılar. Və o cəhətdən və ona görə mən hesab edirəm ki, ikinci hissədə Liverpoolun bu möhtəşəm hansısa bir 10-15 dəqiqəsi vardı ki, qol vura bilərdi. Bu PSG-nin planı idi mənə görə. Demək olar ki, 2 XG-si var idi. Ki hardasa, yəni PSG artıq topu verib biraz müdafiə futbolunu da oynatmağa çalışdı. Görək ki, biz baxmadı kimdənsə hücuma meyilli komanda oynayacaqdı ya haftanın nə də olsa. O cəhətdən yəni PSG çox dominant görünür. Luis Enrique indi əlbəttə ki, o cəhətdən doğrudan da əgər
doğrudan da o bilə-bilə müdafiədə oturdu ki, topu versin və kontratakda oynasın. Öz prinsiplarına biraz dəyişikliklər də, biraz başqa cür başladı oyunu. Tonu halaldır. Onu biraz Luis Enrique demək lazımdır ki, getsin Flickə öyrətsin o şeyi. Ki ancaq hücumdan futbol qurtarmır. Keçən ilki Inter temasından sonra ona dərs oldu. Yenə də dərs oldu. Yenə də hücum eləyir. Amma Luis Enrique bəli, hamı bilir ki, PSG necə sürətli futbol oynaya bilir, kombinasiyalar qurur və 2-3 ötürmə ilə çıxa bilir müdafiədən. Ona baxmayaraq və şansları var idi birincisi. Ona baxmayaraq o müdafiəyə oturub belə deyək, kontrataka daha üstünlük verdi. Luis Enrique-də belə variativ olmaqda mən heç gözləmirdim. O özü variativdir və komandası variativdir. Dahilər və atletlərdən ibarət bir komandadır. Hardasa mənə elə gəlir ki, bu komanda Prime Real, Prime Barcelona kimi, yəni bir neçə illiyin bir komandası ola bilər. Əgər Luis Enrique də orada qalsa, nə deyirlər ki, qalacaq deyəsən 30-cu ilə qədər. Yəni embargo qoya bilərlər, yəni Çempionlar Liqasından tam rahat şəkildə. Arada bəlkə Bavariya düzdür incilər, amma baxaq görək də indi Arne Slot'u heç bir oyunda başa düşmədim. Nə birinci oyunda, nə ikinci oyunda. Heç vaxt 3 müdafiəçi oyunu oynamayıb Liverpool. Birinci oyunda belə bir eksperiment verdi. İkinci oyunda Isak'dan Magic eksiki yadımda deyil. Bu mövsümdə heç də birlikdə meydana çıxıblar. 4-2-2-2 taktiki sxemi ilə Liverpool azı keçdikləri şəhərlərdə yəni qeyd edər ki, tez olub yoxsa yox. Mən tez görməmişəm maçı. Düzdür, görmək də çətindir. İshak bütün mövsümü demək olar ki, səbəb vəziyyətdə idi. Belə biz Liverpool azı keçdikdə daha çox da ölkəmizdə keçmiş olsun deyirik. PSG azı keçdikləri ölkəmizdə var çox. Yox, artıq bizim işimiz deyil və PSG görək baxaq yarı finalda Bavariya qarşı hansı performans nümayiş etdirəcək. Biz isə keçirik növbəti oyuna. Əslində biz bu podkastı çəkmək istəyəndə elə bu oyuna görə yığışmışıq. Arsenal Sporting maçı. Hardakı iki komanda 90 dəqiqə ərzində 4-1 finalda, hansı ki biz reklam elədik ki, möhtəşəm mərhələ 4-1 finaldır. Bəli. Komandalar çox böyük əziyyət çəkdilər. Qapı istiqamətində hərəsi bir zərbə endirdi, sağ olsunlar ki, heç olmasa bir möhtəşəm performans göstərdilər və mən Bavariya qarşı çox böyük haqsızlıq hiss edirəm bizim proyekt tərəfindən ki, biz neçə oyundur Bavariyanı normal müzakirə eləmədik. Əslində müzakirə olunmayası oyun Arteta'nın nümayiş etdirdiyi və onun komandanın nümayiş etdirdiyi oyundur. Mən təklif edirəm ki, elə keçən növbəti oyunda ən maraqlı hadisəni demək istəyirəm. 79-cu dəqiqədə oldu. Gabriel Jesus Ezen yerinə girdi. Yəni ən maraqlı oyundu. Başqa heç nə. Bir dənə xahişim olacaq ki, bu gün mən təkrara baxdım oyunun. Xahiş edirəm. Artıq dərəcə o 90 dəqiqəmi qaytarın. Oynamayın o futbolu. Uşaqlar zəhmət olsa 90 dəqiqəyə nəyə xərcləyərdi? Azından yatmaq olardı. Bütün oyundan baxaq. Bütün rəsmi fondlar hər birinizə Ali Futbol və VAR xası olaraq müraciət edirik. İmkan varsa Fərmana kömək eləyin və ona 90 dəqiqəsini qaytarın. Möhtəşəm bir yarı final gözləyir bizi. Bu arada möhtəşəm yarı final gözləyir bizi həqiqətən Atletico Arsenal maçı. Bundan bu haqda artıq yarı finallardan əvvəl danışacağıq. Mırt bizə nədir? Sportingdə oyunçular özlərinə ad qoyublar. Uşaq vaxt o məhəllə futbolunda matı gedirdi. Şey var, Araujo var, Luis Suarez, Quaresma. Matka demək istəmədin, hə? Matı. Bizdə matka idi. Uşaqlar, sizdə isə məhəllədə necə idi o məsələ və Arsenal Sporting haqqında elə bu fikrinizi deyin, bizə bəsdir və keçək maraqlı bir titanların görüşünə. Və nəhayət ki, mənim üçün bir ağır, amma ki, normalda çox möhtəşəm bir qarşılaşmanı müzakirə etmək istəyirik. Bavariya Real. Həqiqətən iki oyun cəmidə hesablasaq 4-1 final qarşılaşmalarına layiq bir oyunlar keçdi. Çox hücumlu, belə əks hücumlu, möhtəşəm bir oyun izlədik. Məncə sizin deyiləsi sözləriniz var bu oyun haqqında. 100% oyun haqqında. Amma xahiş edirəm Kavaninqanı axıra saxlayın. Yalvarıram. Yo, prosta axıra saxlayın. Mən sizin əvvəlcə bir söz. Sizin hisslərinizi mən anlayıram. İminlə elə Bavariya ilə 2016-da Juventusda oynamışdı. Orada da birinci oyun 2-2, ikinci oyun 2-2, son 4-2 overtime nöqtə. Həmin möhtəşəm oyunu idi. Amma ki məğlub tərəf sənin komandan idi. Yəni oyundan biraz həzaba o momenti deyil. Adət belə məqamlarda da qalib komanda bizim tərəf idi. Bu dəfə belə olmadı. Biraz bir tərəfdir. İndi bir məsələ var ki, doğrudan da iki oyunda möhtəşəm oyun idi. Hansına ki oturub bir təkrar da baxsın, sən həzz alarsan da o dərəcə. Oyun başlayan kimi, mən sözün açığı sözü əsl mənasında oyun başlayan kimi 35-ci saniyədə Elvin dünən dedi ki, bəs Roy Makkayın acığın çıxdı Arda Gülə. Biz də yada saldıq dünən. Bəs o doğrudan da
o anı tutmaq ki, Neuer ora ötürmə və s. Neuer'dan çıxmayan bir iş ki, hansı ki birinci oyunda 9 birinci oyunda Trent'e 3 dənə assist verən bir şey deyildi, Neuer deyildi, elə bir. Stankovic Neuer səhv edirdi birinci oyunda. Dayan, xahiş edirəm, nə zəng birinci oyundan deyirəm. Birinci oyunda o möhtəşəm oyundan sonra mən bildim ki, 100% bunu 2 dənə quşlamağı var. İkisi də oldu. Hə, İkisi də oldu. 2 dənə quşu var ha. İkisi də oldu. 25 boşu quşlamaq Neuer, gəlin onu yazın. Ardanın həmin an topu saxlamamaq, birbaşa qapıya zərbəsi. Artıq optu var bu cəhətdən. Super idi. Harda tutdu? Və ikinci 1-1 olanda mən Bavariya tez vurdu qolu, cavab qolu. Doğrudan da çox tez vurdu. Lunin çox sağ ol deməli. Trent'ə çox sağ ol deyək. Lunin həmin an harda idi? Mən başa düşmədim. Bir də düz mərkəzdən vurdu da. Bizə əlvi belə uzatsın, topa belə şapalaq vursun, top çıxıb gedəcək. Mən həqiqətən birinci təkrarda Trent'i günahlandırmaq istədim ki, niyə kim idi onun adı? Pavlovic. Pavlovic, hə. Onu niyə qaqaşıyıb, niyə tutmurdu? Sonra da fikirləşdim ki, top tutmaq da Trent'e orada heç ehtiyac da yox idi. Yəni Lunin prosta belə eləyə bilərdi. Heç belə yox, şapalaq vur topa, top çıxıb gedəcəkdi o tərəfə də. Ya təzədən Uqlavoya çıxar, topu hər cür variasiya var idi. Lunin ən pisini seçdi, sadəcə yıxıldı. Prosta yıxıldı da, başa düşdü. Kornerə çıxar. Kornerlərə girmişdin gəl. Yox. Nəysə, ikinci qola baxanda cərimə zərbəsində mən sözün açıq deyəcəm. Orada bir fol görmədim. Belə də cərimə zərbəsi olan zaman. Fol var idi, toxunuş var idi, amma ki o deyildi. Nəysə, o əsas o deyil. Ardanın möhtəşəm zərbəsi. Yenə də Neuer'də topu çıxartmaq əvəzinə topu qapıya saldı. Çox da möhtəşəm deyil. Yox, zərbə möhtəşəm idi. Yox, zərbə möhtəşəm. Cərimə zərbəsi möhtəşəm o halda olur ki, gedir 9-luğa girir. Yox. Yox, Neuer salmır. O başqa şey. Yox, indi mən sən başqa şey dedim. Demədim. Cərimə zərbəsi, sırf zərbənin özü super idi ki, top bilirsən də 9-luğa gedirdin. Sadəcə Neuer əlli ilə belə biraz effekt verdi ona, başqa effekt verdi, amma 9-luğa gedirdi. Sadəcə Neuer çatdırdı əlini elə ora soxmağa, Neuerə çox sağ demək lazımına görə. Normalda elə qapıçılar elə buraxır elə 9-luğa gedir. Sən o üçün tullanmaz deyə topa. Tık elədi söhbət etməyə imkan vermədi 1-2 dəqiqə söhbət eləyə. Hə, və orada 3-cü qol belə deyək ki, bir Bavariya udzur, əlbəttə ki, hücuma getməlidir. O sağı solu yoxdur. Və Upamecano'nun Upamecano ilə üzbəyüz Valverde ilə Bellingham durub. Heç bir üstünə cumur. O da dərd yarı. Militao durub düz 2 ilə Bavariya oyunçusunun arasında. Trent də sağa sola baxır ki, görüm burada 2 sot torpaq ala bilərəm. Yoxsa necə? Qardaş, Kane qaçdı. Kane getdi, gol da vurdu. Bu qolda Luis Diaz'ın da mən əməyini qeyd edərdim. Yox, indi mən bir çox diqqəti çəkdi orada. Razıyam. Militao durub, Militao qaçdı o Luis Diaz'ın arxasıca. Trent har nə elədi bəs? Trent də ağzına Kane-i tutmalıdır. Arxanda oyunçu yox, burada heç yerdə oyunçu yoxdur. Qarşı arzu bir dənə quş buraxmalıdır. Yəni bir də Trent də bir dənə işimiz gücünü çörək pul qazanmalıdır. Bir dənə quş buraxmalıdır. Yəni. Hə, və o qoldan sonra yenə də əks hücumda Mbappé'nin qolu möhtəşəm 3-2, hər şey əla. O rusların sözü var, nичего не предвещает беды. Hər şey sakitcə özgür. İkinci tam göstərdi ki, hər iki komanda çəkinirdi belə deyək də hücumlar etməyə, kəskin hücumları ilə. Amma ki Trent'in ikinci qoldakı səhvini belə deyək də öz ötürməsi ilə hardasa silə bilərdi, amma orada Neuer möhtəşəm oynadı. Neuer baxmayaraq ki, oyunun əvvəlində çox da belə özünə əmin bir performans nümayiş etdirmədi, amma oyunun belə ritmlə davam etməsi Neuerin sayəsində. Çünki Neuer onu buraxsaydı 2-4 hesabı olsaydı, bəlkə də biz başqa idi. Oyunu müzakirə edirdik, amma baxmayaraq ki, Neuer həqiqətən kökü məsələn quşladı əvvəldə öz problemini deyəcək, səhvini düzəltdi. Burada mən qeyri-adi bir şey görmədim oyunda, nə mənada? Yəni mən elə də möhtəşəm ikinci oyunda gözləyirdim. Mən elə ən əvvəldən deyirdim ki, Kompany 2 il qurduğu komandada öz hansısa prinsiplərdən keçməsə, müdafiə futbol oynatmasa, oradakı Reala qarşı daha çox şansı ola bilərdi. Ki oynatmayacaqdı, hücum futbol oynayacaqdı. Nə qədər ki Kompany hücum futbol oynadır, o qədər də Reala şans yaradır. Çünki əks hücumlar, sürətli oyunçular və s. və axır. Bir də Arbeloya sırf bu Çempionlar Liqası cəhətdən təşəkkürümü bildirmək istəyirəm və bu oyunda belə hücuma meyilli ən azı kağız üzərində oyunçular buraxdığına görə təşəkkür edirəm. Çünki Vinicius, Mbappé meydandaydı, Brahim meydandaydı, Arda meydandaydı, Bellingham meydandaydı. Valverde də məcburi dayaqda oynayırdı və bu Trent cəhətdən biraz müəmmalı bir məqam idi ki, Trent'ə kim dəstəkləyəcək? Valverde ortadadırsa. Brahim dəstəkləyirdi. Brahim yaxşı oynadı. Bu Real'ın əsas problemi bu oyunda məncə Kamavinga cəhətdən də getsək. Bir dənə ora çatmamış bir söz deyəcəm. Carreras getsin. Yox, Kamavinga söymür də. Carreras getsin, Menzi'dən öyrənsin ki, necə oynamaq lazımdır.
100%. Menzi məncə özü də hiss elədi ki, bütün yəni dünya gözləyir ki, Menzi qayıtsın. Elə heç vaxt Menzi üzərində belə yəni şey olmuyor. Belə parlama olmuyor məncə. Mən demirəm ki, Olise 10 dəfə məsələn top aldı Olise sadəcə onun çəkinirdi. Getmirdi və başa düşürdü ki, o Carreras'dan daha belə deyək, müdafiədə güclü idi. Və Rüdigerin bir qırılan nöqtəsində topu çıxartdı boş qapıda Musiala'da. Hardakı Lunin təzədən qaçmışdı arası, tapılmırdı qapıda, boş qapı idi. Və o cəhətdən də Rüdigerə də müdafiədə mən heç kimi günahlandıra bilmərəm. Bir dənə Trentdən başqa ikinci qolunda. Üçüncü qolda qaldı isə Militao deyirəm. Luis Diaz'ın zərbəsi Militao ayağına dəydi, biraz trayektoriyanı dəyişdi. Əlbəttə ki, Real'a Courtois çox çatışmırdı. Çox belə inanılmaz dərəcədə. Amma ki İkinci oyunda Courtois öz yerində, amma Tchouaméni də çox yeri görsənirdi. Tchouaméni sözsüz görsənir, amma Valverde öz belə deyim də verə biləcək həcmi ilə bəzi məsələlər şəxsən mənə görə ört-basdır elədi. Bir də Arda haqqında qısa. Alaba niyə buraxmadı? Ay Allah. İndi o pislik vuracağı oyundu motora. İnandırım səni ki, bəlkə Alaba dünən Kamavinga'dan yaxşı olardı. Bir məqam, burada hardakı Real daha zəif idi Bavariyadan bu qarşılaşma cəhətdən ehtiyat oyunçular skamyası. 100%. Yəni bir tərəfdən meydana Musiala çıxır. Digər tərəfdən meydana Kamavinga və yaxud Mastantuono çıxır da. Yəni fərqi hiss eləmək o qədər də çətin deyil. Biz özümüz o dünən oyuna baxanda deyirik ki, görəsə kim gücləndirə bilər oyunu. Bir də baxıram heyətə. Yarı Castilla heyəti və Alaba oturub ağsaqqal kimi bilirsən də o ehtiyat oyunçular skamyasına bax Mən bir dənə sualım yaranacaq da ortada. Bax hər şeyə başa düşdüm də. Məsələn Kamavinga salmağı əslində düz idi də. Smertli çasına aslandı. Əslində düz idi də. Bax sənin mərkəzdə bax 3-2 komanda udzur. Ortada 3-4 dəqiqə ən yaxşı halda vaxtın qalıb da, ən belə yaxşı halda da. Və girir künc zərbəsi gedir. Künc zərbəsindən sonra komanda çıxdı da, Bavariya çıxdı müdafiədən və Real təzədən topla gedir. Mən cərbə meydançası isə baxıram. 4 dənə Bavariyanın oyunçusu var və bir dənə də Realın oyunçusu yoxdur. Bu Gonzalo saldı. Qardaş, sal bir Gonzalo salardı nə kimin yerinə? Yox, qardaş sən udzan vaxtı 3-2. Sən o itiləsə heç nə yoxdur. Yox, kimin yerinə? Vinicius'un Və Vinicius yaxşı Vinicius. Yaxşı Vinicius da olmasın. Yox, vermə. O ən yaxşı oyununu oynamadı, okey, amma Vinicius da oyundaydı. Amma o qədər fonksiyonallıq olaraq sən Gonzalo Vinicius'u necə dəyişəcəksən? Yox, Vinicius'un yerinə yox. Məsələn, Trent'i çıxartdı kimi saldı? Mastantuono, düzdür, səhv elə. Nəyinirsən Mastantuono 87-ci dəqiqədə və o heç nə də eləmədi. Elə ondan sonra sal Gonzalo'nu, qoy sağdan soldan ona 1-2 dənə azından bir cross eləsinlər ki, bu bir kəlləliyə bir nəsə cəhd göstərsin. Bir müdafiəçilərin belə loru dildə olsa başın qaçsın ki, padborda səni bir oyunçun gəlib bir uzaqdan zərbə endirə bilsin. Nəzərə alsaq ki, Mastantuono bəlkə də ən sürətli qaçışa sahib deyil. Bəlkə ən yaxşı zərbə onda deyil. Bəlkə ən yaxşı performans onda deyil. Bəlkə ən yaxşı futbolçu deyil. Bəlkə də bir çox da məsələ var. Amma ən azından yüngülbayıcı bu mövsüm nümayiş etdirdi ki, topu ayağında saxlaya bilir birazcıq. Və məncə Arbelola onu meydana çıxartmaq məqsədlərindən biri o idi ki, topu saxlamaq lazımdır. Niyə görürsünüz ki, topu konkret itirmişdilər. Düzdür, Kamavinga'nın qırmızısı Arbelola başı bütün planlarını alt üst elədi. Çünki ikinci taymda əks hücumlardan qol vurmayandan sonra Real qapandı və artıq ekstra oyun gedirdi. O cəhətlər. Əsas Kamavinga'nı biz nəyə göstərir? Onun top oyununa və s. o öz yerində. Amma Arbelola bütün oyun planını qırdı Kamavinga. Çünki Kamavinga müdafiənin o baraj deyirlər də, o kərpişlərdən biri idi ki, o boş olandan sonra o zonadan sonra Luis Diaz'ın qolu gəldi. O zonadan sonra artıq o qol gələndən sonra da Çaboş komanda başına buraxdı oyunun və s. Buraxmalıdır. Neynəmə 3-2. Yəni heç nəyə biləcək. Çünki birinci oyun söhbətdə var idi. Bizdən bir dənə Real Madridin azarkeşləri nə yaxşı hal var ki, komanda ilə tam fəxr eləyə bilərlər. Məncə də. 100% komanda. Vinicius məsəl üçün də ən güclü performansını nümayiş etdirmədi. Mən açığı komandadan fəxr edirəm. Vinicius müdafiədə çox kömək elədi. Vinicius bax 2 oyun pressingdə oynadı kişi. Müdafiədə pressing. Bu mən nə bilim, nə deyəsən? Amma ki belə deyək. İndi mən 4-cü qoldan heç nə deməyəcəm. Orada oyun getmişdi də. Orada danışılası heç nə yoxdur. Mendi'nin yeganə səhvi idi. Hə, heç səhv dedim. O Mendi bəlkə də prosta durdu ki, qardaş vurmaz. Olmasan da. Hələ gəl vur başı. Sərdən 2 dəfə vurmusan, biri əri Gebrin Lunin çıxardıb. Gəl bir dənə vur rahatda. Mən onu amma ki sən də bir niyyətlə dünən baş hakim ikinci sarı yadından çıxartdı ki, görsün ki, mən sarı vermişdim. İnanırsınız bu söhbətə ki, yadından çıxardı. 100%. Yox, moment oldu ya belə. Heç namağım bir dənə sual verəcəm də Abdul sənə. Bu hamımız futbola baxırıq və ikinci sarı necə görsədir? Gəlir sarı, dalıcan qırmızı. Bu sarını görsədir, çönür getməyə
O üçün Bavariya Kane zat oyuncular haysizlik salır. hay şüvənliyə haysizlik qalsınlar ki, qaqaş orada sarı qalıb, ikinci sarıdır, qırmızı deyə qırmızı. O vurarsa qırmızı gör. Mən demirəm, bəlkə də o birisi idi, ikinci sarıdır göstərməyəcəkdi və s. Amma ki ikinci sarılıq vaxt sırf əgər vaxt uzatmaya görə verdisə o ikinci sarılıq. Məncə ikinci sarılıq. İkinci sarılıq deyil. Vaxt İkinci sarılıqdır bir sən nəyə görə? Çünki o belə hakim onu belə göstərdi. O ikinci karta görə göstərmədi bunu. O eyni epizodda 5 saniyə ərzində 2 dəfə sən qaydanı pozmuş oldun. Onu göstərir. Yəni mən sənə bunu bağışladım ki, orada yıxmısan oyunçusunu. Amma da topu da aparsa bunu bağışlar. Ondan sonra unutmadı. Niyyəti vardı sarı verməyə. Əgər bu birinci 10 sarısı olsaydı bu sarıdır. Əgər bu Kamavinga'nın ilk belə sarı kartı olsa bu sarıdır, düzdür. Heç kim deməzdi ki. Burada deyəsi bir şey yoxdur. Unutmadı. Bu qədər sarıdır, qovulmalıydı. Çox məsuliyyətsiz yanaşdı və bu arada Kamavinga'nın 2 il ərzində vacib 4-də 1 play-off matçında ikinci artıq belə situasiyası. Arsenal oyunda da qırmızı almışdı o. Topu vurmuşdu ayağına çölə, sarı verdilər, bastı bayra. Prosta ki, buyur, bağışla. Bilirəm, yanıqlısınız, işiniz doludur söhbətlərlə. Daha hər şeydə dediniz, mən burada sadəcə olaraq qırmızı haqqında nə demək istəyirəm, onu izah etmək istəyirəm. Mənə bir neytral əzəkəş olaraq Kamavinga'nın qırmızı almağı çox ləzzət elədi. Dinən niyə? Futbolu bizi iyrəndirən 2 moment var ən çox. Biri simulyasiyalardır, biri də bu vaxt uzatmaqlardır. Yəni üzr istəyirəm, cındırcasına vaxt uzatmaqlardır. Vaxt uzatmaq istəsə həll olunur dünya çempionatlarında. Görək də, yəni yenə də nəsə tapacaqlar orada. Yenə də nəsə bir şey çıxarır. Güya 6 saniyə əlində qapıçı top saxlaya bilər. Görürəm ki, 6 saniyə dünən sayırdı. Qardaşım hər dəfə sayırlar. Yerdə 2 saniyə, 3 saniyə uzanır, son qalxır, ondan sonra sayırlar. Yəni yox, verirlər, korner verirlər. Kanada bir de şey. Düzdür, ancaq dünya çempionu. Liverpool'la oyunda Premier Liqada var idi. 100% yadımdadır o moment. O da daha çox saxladı. Uşaqlar, o 8 saniyə qaydası var yoxsa yox? Yəni qapıçı əlində topu saxlayırsa, ikincidən zərbə verirlər. O qərar var yoxsa şərhlərdə yazılır. Söhbəti nəyə gətirirəm? Bunlar oyunçular ən çox nə eləyir? Fərqi yoxdur. Bunu Bavariya oyunçusu da eləyə bilərdi. Realın da ən çox Atletico oyunçularından görmüşəm. Topu götürüb uzadır hansı halda ki, mənim sarım yoxdur, sarı alaram da uzağa başı. Hə də. Və yaxud da ki, sarı olanda da eləyirlər. Ha, yox da buna görə də mən sarı verib oyundan çıxartmaz deyirlər. Öl elə. Yox, belə dəlillik, belə deyək, boyluq eləyəndən sonra hakimə nə gözləyirsən? Yəni də sən gözləyirsən ki, bağışla məni. Öldürürəm özümü, bağışla nə? Bağışladım sən. Uşaqlar, Real haqqında çox danışdıq. Климан Турпен, Барселона, Атлетико, он из 10 4 получил, а дурачки судья из 10 1 получил. Da, dünənki Slavko Vinčić 10 balıq sistemində 1 bal aldı. Səhvləri çox idi. Söhbət tək Kamavinga'dan getmir. Səhv çox idi. Birinci söhbət. Sən necə yaddan çıxarda bilərsən ki, bunun sarısı? Niyə ümumiyyətlə oyun zamanı belə. Bəzi məqamlar orada ola bilərdi ki, gəl otur, mən mikrofon sənə təşkil hər iki tərəfə bəzən foul verməyə bilərdi, verirdi və yaxud da əksinə. Və orada ən belə birinci taymda oldu. Mbappe Vinicius ötürmə elədi. Top dəydi və biraz sağa getdi. Mbappe zərbə vurdu. Laymer gəlib topu çıxartdı və orada künc zərbəsi də vermədi. Hə, künc zərbələrinin həmçinin dünya çempionatı. Mən də FIFA-nın təmsilçisi kimi. Dünya çempionatında inşallah düzələr. Vara ondan vara baxmaqdan getmirdi. Orada məntiqli yanaşma gedir ki, o oyunçu necə çıxa bilər? Orada o oyunçu belə düz gedir, düz ora baxır və sağ ayaqlıdır da. O ancaq ora vuracaqdı. O götürüb o tərəfə qlavoya vura bilməz axı topu, başa düşdü. Ya da ki blижняя vura. Bu götürür. Vinicius bunu da bacardı məsələn. Yox, Vinicius çox şey bacarır, amma Mbappe onu bacarmır. Vinicius da bacardı. Sadəcə bir məqam var ki, əlbəttə ki, mən açıq deyirəm ki, Bavariya Realdan güclü idi. Bir mənalı olaraq və kompre şəklində 100%. Və daha baxımlı oyun nümayiş etdirdi iki oyun nəticəsində. Əgər məsələn Real da ki, baxımlı oyun göstərdi. Real da baxımlı. Real bu mövsümün mən gözləmirdim. Ən yaxşı oyunu. 2 dənə ən yaxşı oyunlarını keçdi. Hə, ən 2 dənə Bavariyanın polyasında Bavariya 3 dənə gol vurub da, yəni. Bavariya ümumiyyətlə Çempionlar Liqası tarixində 3 dəfə top yeyib birinci hissədə 2 dəfə Realdan və Realdan. Və bu mövsüm heç kimlə öz meydanında 14-cü ildə və heç kimlə öz meydanında 3 dənə top buraxmayıb bu mövsüm Bavariya. Gör kimlə oynayıb da, yaxşı ondan da gəliblər, komandalar Augsburg Hə, yaxşı. Yox, mən sənə razıyam. Gəl biraz Bavariya haqqında danışaq çünki Kompany möhtəşəm bir komanda qurub. Kompany möhtəşəm. Hələn bir nüans da var ki, bunun sol sağ müdafiəçiləri
dayaq yarım müdafiəçi və Davis, Alfonso Davis çıxdı. Davis biz öyrəşmişik ki. Davis zamanında qalır. Yəni gör necə komanda. Davis Musiala zəmindən çıxdısa mənim sözüm yoxdur yəni o komandaya. Davis möhtəşəm sürəti olub həmişə də, onu hamı bilir. Amma dünən o sürəti nümayiş etdirə bilmədi. O nüans da var. Ehtiyacı və yoxdur. Upamecano çox qəşəng yenə də Vinicius cibinə qoydu 1-2 momentdə. Yaxşı cibinə belə. Upamecano səndə normal belə sürəti var imiş, mən bilmirəm. Var idi. Və Vinicius da buradan yenə də üzümü tuturam deyirəm ki, Portuqal dilində gedir. Aşağıda yazılır. Mbappé'nin o ötürməsi mən başa düşərdim ki, lazım deyil. Çox düşüyor Portuqal dilində oldu elmi. Vinicius da bura Vidikofkatda o da. Mən getdim də qardaşlar. Bir imkan verin, bir söhbət. Bura çoxdan kommentlərdə yazmırlar ki, bir-birinizin sözünü kəsmirsiniz. Çoxdan da yazmır. Buyur Heç Fərman nə bəy. deyil. De. Ay qardaş demir. Ay danışın. Sən mən canım. Sustum mən. Yaxşı, uşaqlar, bizim möhtəşəm yarımfinal gözləyir və bir dənə də yarımfinal olacaq. Bavariya PSG yarımfinalı və Atletico Arsenal maçı. Əlbəttə ki, biz bu oyunlardan qabaq da yığışıb maraqlı söhbət edəcəyik. Finallıq oyundu amma PSG Bavariya. Hə. Oyun dün idi. Dünən də finallıq oyunudur və biz ümid edirik ki, heç olmasa ən az bir yarımfinalda möhtəşəm performans görəcəyik. Sizinlə mən Abdul idim, Elvin, Fərman, var arxası Susan Fərman. Var arxası komandası Ailə Futbol YouTube kanalı, bütün linklər aşağıdadır və öz fikirlərinizi yazın 4-1 finallar haqqında və bütün maçlar haqqında hər şeyi oxuyuruq, hər şeyi nəzərə alırıq. Çox sağ olun.